Başlayaq Günəş müəllim. Sinif daxili konfliktlərin həll edilməsi yolları. Buyurun izah edin. Sinif daxili konfliktlərin həll edilməsi yolları 3 dənə həll yolu var. Bu biri sinif iclaslarının keçirilməsidir. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması, bir də xüsusi müəllim strategiyasıdır ki, istifadə edilir. Sinif daxili iclasların keçirilməsi, burada müəllim sinifdə hər hansısa bir konflikt yarananda sinif daxili iclaslar keçirilir. Bu iclaslarda sadəcə uşaqların o pis hərəkətlərini orada onlar açıq-aşkar demir də, onların üzlərinə demir. Məsələn, bu da şagirdə pis təsir edə bilər. Bu da uşaqlar, digər uşaqların yanında onun hərəkətləri, pis hərəkətlərin açıb demək pis təsir edər. Məsələn, elə iclaslar var, belə iclaslarda hər iki şagird, o konflikt olan şagirdlər ikisi də dinlənilir. Hər iki tərəf öz nöqteyi nəzərindən fikrini bildirir. Sonra digər şagirdlər də, yerdə qalan digər şagirdlərin də fikirləri önəmlidir. Onların da bu konfliktlərə öz tərəflərindən şərh edirlər. Bir də ki, yəni təkliflər irəli sürürlər, o yerdə qalan şagirdlər, yəni təkliflər irəli. Bir də ki, o konflikti olan şagirdlərin hər ikisini də sinifdən kənarlaşdırırlar, gedirlər başqa yerdə konfliktlərini həll edirlər, ortaq bir nəticəyə gəlirlər, sonra gəlirlər sinifdə onu müzakirə edirlər. Yəni, və seçim çarxı nədir? Seçim çarxı da müəllim olmadan istifadə edilir. Bu böyük bir A4 vərəqini hissələrə ayrılırlar. Belə oyunlar olur, ox atırsan. Elə hissələrə ayrılır. Məsələn, onun üzərinə yazılır ki, məsələn, üzr istəmək, çıxıb getmək, sonra baş verənlərə məhəl qoymamaq, birdən ona kimi, yəni saymaq da, sakitləşənə kimi saymaq, digər şagirdlə əl sıxmaqdır, başqa bir seçim etməkdir. Yəni belə üzərinə yazılar yazılır. Hansı da o şagirdə düşürsə, o hissəni yoldaşına etiraf edir. Əl sıxmaq olursa, əl sıxıb barışırlar və yaxud üzr istəmək kimi belə şeylər. Düzdür. Günəş müəllim, bax sinif iclasları şagirddə hansı bacarıqları inkişaf etdirir? Məsələn, yaradıcı düşüncə yaradır. Digər şagirdlərlə problemi həll etmək, yəni kreativ düşüncə də, yaradıcı düşüncə, digərləri ilə problemi həll etmək, sonra öz davranışlarına, öz davranış və davranışının digərləri üzərində təsiri barədə reaksiya edirlər, reaksiya etmək. Başqalarının davranışlarına necə təsir etdiyini mədəni şəkildə bildirməkdir. Hörmətlə digərlərinin fikirlərini sorğu-sual etmək və belə. Bir də sinif iclaslarının əsas prinsipi ondan ibarətdir ki, qarşılıqlı hörmət yaradır, dürüstlük, mehribanlıq, bir də fəal dinləmə bacarığı. Sən 3 prinsip əsasında formalaşır. Səadət müəllim, axşamın xeyir olsun. Axşamın xeyir müəllim, necəsiz? Yaxşıyam, çox sağ olun, var olasınız Səadət müəllim. Səadət müəllim, Bəli, müəllim. sinifdə konfliktlərin həll edilməsi məsələsini Günəş müəllim izah elədi. Burada ortaq dəyərlərin yaradılması da konfliktlərin həll edilməsində mühüm rol oynayan bir amildir. Bəs yaxşı, bu ortaq dəyərləri necə yarada bilərik? Ortaq dəyərləri müəllimə yazılı şəkildə ortaq dəyərlərin yaradılması konfliktlərin daha effektli həll olmasının əsas rolunu əsasına qoyur. Burada şagirdlərin məsuliyyət daşıdıqları məqamlar var ki, bu məqamlarda bir-birini necə davranmalı olduqlarını qeyd edirlər. Sonra şagirdlərin burada əsas ortaq dəyərlərin yaradılmasında bir şey var ki, şagirdlərlə tez-tez söhbət etmək lazım gəlir müəllimə. Sonra şagirdlərinizi tanıyın deyir, şagirdlərinizə özünüz nümunə olun, şagirdlərin təşəbbüslərini dəstəkləyin.
Bəli, bax, ortaq dəyərlər bütün sinif üçün ola bilər. Ortaq dəyərlər fərdlər üçün yaradıla bilər, düzdür? Bütün sinif üçün də ola bilər, fərdlər üçün ola bilər. Ay, Yəni bütün sinif üçün olanda cəmi şəkildə olur da. Yəni hamı Hamı üçün düşüncəmiz, davranışımız, sağlamlığımız, məqsədlərimiz üçün məsuliyyət daşıyırıq. Bax belə bütün sinif üçün olanda. bəli. Fərdlər üçün mən özüm üçün, məsələn, öz hisslərim, öz hərəkətlərim, sözlərim üçün məsuliyyət daşıyıram. Bəli. Yaxşı, Səadət müəllim, bax sinifdə davamlı, bax burada davranışla bağlı problemlərlə məşğul olarkən müəllimin yanaşmaları var. Neçə cür yanaşmalısı var müəllimin? Həmin Müəllimin yanaşmaları deməli şagirdlərinizə tez-tez söhbət edin, müəllim odur. Şagirdlərinizə tez-tez söhbət edin. yanaşma, müəllim Nümunə yanaşması. olun. Yox, Şəxsi nümunə modeli. müəllimə. Problemi həll etmək üçün müəllimin yanaşması. Proaktiv müəllim, bir də reaktiv müəllim. Ay, sağ ol. Onlar bizə, reaktiv yanaşma. Aha, buyur. Deyim. Buyur. Reaktiv yanaşma göstərən müəllim məsələn baş verənlərlə bağlı hər hansı bir planı yoxdur. Plan yoxdur. Ona görə də məsələn problem yarananda qışqırmaqla, cəza ilə, hətta qorxu ilə reaksiya verir. Bu da sinif qaydalarında davranmağa, elə bil ki, sinifi müvafiq qaydada davranmağa məcbur edir. Amma effektiv təlim yaradan müəllim, yəni reaktiv müəllim isə onun bir planı var. Əvvəlcədən bu planı hazırlayır və uşaqlar tanış edir ki, sinifdə özlərinizi aparmaq üçün bax bu planlardan, bu nizam-intizam qaydalarına riayət etməlisiniz, bu qaydalara və prosedurlara riayət etməlisiniz. Və bu da sinifdə Bəli. Günəş müəllim. düşməsinin qarşısını almaq üçündür. Əhsən, düzdür Səadət müəllim. Günəş müəllim. Bəli. Biz keçən dərsimizdə keçmişik ki, sinif müzakirələri proseduru. Sinif müzakirələri prosedurunu necə tətbiq edərsən? Sinif prosedurları. Öyrət, məşq et, möhkəmləndir. Bax, o prosedurun öyrədilməsində 3 addımdır. Amma indi tutaq ki, sinif müzakirəsi keçirirsən, bax, mövzunu keçmirsən, Günəş müəllim, tutaq ki, əmək alətləri. Və bu mövzu barədə müzakirə həyata keçirirsən, burada prosedurun olmalıdır. Həmin lövhədən istifadə, Yox. Müəllimin işarəsi olanda danışırıq o. Danışanı diqqətlə dinləyir, baxışlarımızı yerimizə keçmək, dərs hörmətə riayət etmək, danışmaq istərkən əlimizi qaldırmaq. Yəni müzakirə aparırıqsa, sözümüz varsa, müzakirədə biz də öz sözümüzü demək istəyəndə hər bir şagird əlini qaldırmalıdır və istədiyini deməlidir, danışmalıdır, düzdür? Başqasına hörmətlə yanaşmalı, onu hörmətlə dinləməlidir. Danışanı diqqətlə dinləməlidir. Baxışlarımızı həmin danışana yönəltməlidir. Yəni şagird o danışana diqqətini, bu nədir? Sinif müzakirəsidir. Və Səadət müəllim, şagirdlərin diqqətini müəllimə yönəltmək üçün prosedur. Bu hansıdır? Şagirdlərin diqqətini müəlliməyə yönəltmək üçün qələmi yerə qoy, əlini qaldır. Sakitcə müəllimi dinlə, bir də müəllimə baxırlar. Bəli, qələmi yerə qoyursan, müəllimə baxır şagird və sakitcə müəllimi dinləyir. Tutaq ki, diskriminant tənliyi keçir müəllim, izah eləyir. İndi müəllimin neynəməlidir şagirdlər? Əvvəlcədən bunu öyrədir də müəllim şagirdlərə. Qələmi yerə qoyurlar, müəllimə baxırlar, müəllimi sakitcə dinləyirlər. Bu, şagirdin diqqətini müəllimə yönəltmək üçün olan prosedurdur. Günəş müəllim, bəs müəllimdən tutaq ki, indi kömək istəyir şagird. Bu prosedur necədir? Şəhadət barmağını əlini qaldırma, Şəhadət səbirlə müəllimin ona yaxınlaşmasını gözləyir. Bir də müəllimin şagirdə görməyini gözləyir. Müəllim onu görsün, bir də müəllim ona yaxınlaşsın. Ay, sağ ol, düzdür. Səadət müəllim. Bəli, müəllim. Bax, indi biz deyirik ki, şagird tutaq ki, dərsə gecikibdir, düzdür? Bax, dərsə gecikən zamanı şagird hansı proseduru tətbiq edirik? Necə edirik özdə o proseduru? Deməli, yerinə keç.
Əvvəlcə sakitcə sinifə daxil olur. Hə, sinif. Yerimizə keçirik. Dərsə Yerimizə qulaq keçirik. asırıq. Kitab dəftərimizi Dərsə qulaq asırıq. çıxartdıq, qoyduq, başladıq qulaq asmağa. Əgər şagird gecikibsə, müəllim onu qapının ağzında Soruşmur. saxlayır. Həsən, niyə dərsə gecikmisən? 5 dəqiqədir dərsə gecikmisən. Bu nədir? Sən niyə gecikirsən? Artıq oturan şagirdlərin də diqqəti yayınır. Digər tərəfdən psixoloji cəhətdən Həsənə də mənfi təsir göstərir ki, tutaq ki 15-20 şagird qarşısında danlanır. Amma bunu belə etməməliyik. Məsələn, sakitcə girdi içəri, keçdi yerinə, kitab dəftərini açdı, qulaq asdı və yaxud da qoşuldu da müzakirəyə qoşuldu. Bax belə. Amma nə etməlidir sonra müəllim? Sonra müəllimə onu saxlayır dərsdən sonra və ona başa salır ki, gecikmək olmaz. Ay, sağ ol. Və səbəbini soruşur ki, niyə gecikmisən? Bəli, soruşur. Deyir ki, məsələn, hər gün 5 dəqiqə, 10 dəqiqə dərsə keçirsən. Həsən, bunun səbəbi nədir? Niyə gecikmirsən? Çünki uşaq gecikməsinin müxtəlif səbəbləri ola bilər. Müxtəlif səbəblər. Bir də müəllim əgər bundan maraqlanmasa, uşaqda bu daimi vərdişə çevriləcək. Elə hər gün keçəcək. Çünki deyir ki, müəllim mənə soruşmur axı ki, niyə gecikirsən? Səbəb nədir? Bəli, əhəmiyyətsiz olacaq onun üçün gecikmək. Artıq bəli, şagird elə gecikəcək davamlı. Bu da başqa bir problemlərə yol açmış olacaq. Bəlkə onun gecikməsinin müxtəlif mənfi cəhəti vardı. Hər hansı bir cəhəti var. Bilmirik ki, uşağın gecikməsi nə ilə bağlıdır. Səbəbi nədir? Davamlı gecikərsə, yenə müəllim ondan tutaq ki, danışdı, söhbət elədi. Məsələn, ola bilər uşaq düzgün deməsin. Buna görə də valideyni ilə də əlaqə saxlamaq lazımdır. Davamlı olarsa yenidən valideynlə əlaqə saxlamaq lazımdır. Bəli, valideynlə əlaqə bəlkə müəllimi aldadır. Bəli, valideyni deməlidir, valideyn bununla maraqlanmalıdır ki, səbəbini araşdırmalıdır. Yaxşı, Günəş müəllim, prosedur nədir? Prosedurlar məsələn bu böyük marketlərdə, hava limanlarında həyata keçirilir. Məsələn, böyük marketə necə daxil oluruq, alış-veriş edirik, sonra kassaya yaxınlaşırıq, pulu ödəyirik, digər qapıdan çıxırıq. Məsəl üçün, dərsə keçkən zaman elə bir ki, sinifə daxil olanda, diqqəti müəllimə yönəlməsi lazım olanda, yəni belə proseslər təqdim olunur. Sonra hava limanında yenə bir qapıdan da giririk, çantamızı lazım olan yerə veririk və yaxud biletimizdə müəyyən hissələr var ki, o proseslər oradan keçiririk. Belə prosedurlar həyata keçiririk. Bu proseduru biz sinifdə də nə üçün keçirdirik? Bax, o dediklərin düzdür. Həyatımızın hər bir sahəsində prosedurlar var. İndi yaxşı, sinifdə bu prosedurları niyə keçiririk? Məsələn, sinifdə proseduruna görə keçiririk ki, məsələn, dərsimiz effektli olsun, şagirdlər məsuliyyətli olsun, dərsə vaxtında gəlsinlər, dərsdə yaxşı aktiv iştirak etsinlər. Bəli, yəni belə. Yəni onların fəaliyyətini nizamlayırıq, onların davranışını nizamlayırıq, öyrənmə mühitini daha yaxşı qurmuş oluruq. Ona görə biz proseduru nə edirik? Tətbiq edirik. Səadət müəllim, qayda nədir? Qayda da əvvəlcədən yazılmış müəllim onu əvvəlcədən yazır və elə ola bilər ki, qaydaları sinifdə vursun, divara vursun ki, şagirdin özlərini necə aparmayacaqlar, yəni onlar nə olmaz. Bu qayda cədvəldə öz əksini tapır. Qayda nəyin sərt formasıdır, Səadət müəllim? Nəyin müəllimi? Qayda nəyin sərt formasıdır? Qanunların. Gözləntinin. Gözləntinin sərt forması. Biz bax, əvvəlcə gözləntimizi elan edirik də, düzdür. Gəldik şifahi şəkildə sentyabr ayıdır, gözləntinimizi və yaxud da ilin ortasında da müəyyən gözləntimiz ola bilər. Gözləntimizi elan edirik, düzdür. Qaydalar dərsin, tədris ilin ortasında da dəyişə bilər. Qaydalar daim dəyişə bilər qaydalar. Aradan götürə bilər. Əlavə oluna bilər, qaydalara əlavələr oluna bilər. Bəli, yəni burada gözləntini elan eləyir, yəni müəyyən bir bildiyimiz kimi də gözləntini elan elədi. Artıq müəllim görür ki, bu gözlənti şagird tərəfindən yerinə yetirilmir.
Düzdürmü? Onda neyinir? Qayda tətbiq edir. Yenidən qaydalar tərtib edir, qaydalara əlavələr eləyir. Bəli, əlavələr eləyir. Yəni qaydalarda biz şagirdlərdən nəyi əməl etmələrini gözləyirik? Nəyə əməl edəcəklər? Yəni burada bəli, yəni bizim qoyduğumuz qaydalarda şagirdin nəyə əməl etdikləri ortaya qoyulur. Burada biz dedik ki, qaydaları kim tərtib eləyir, Günəş müəllim? Yəni sinif rəhbəri tərtib edir, müəllimlər tərtib edir, müəllim. Bəli, Hər müəllim özü içində tərtib edə bilər. Bəli, hər bir müəllim. Fən müəllimi. Bəli, hər bir fən müəllimi, sinif rəhbəri də özünün, bəli, sinifi üçün qaydaları olmalıdır. Hər bir müəllimin də özünün fənninə uyğun olaraq öz qaydalarını həyata keçirmiş olur. Qaydanı, bəli, sinif rəhbəri də, müəllim də neynir? Qoya bilir. Amma təkcə onlar mı eləyir? Şagirdlər qayda yarada bilməz? Şagirdlər özləri də qayda yarada bilirlər. Buna belə olanda daha effektiv olur. Özləri öz qoyduqları qaydaya daha yaxşı riayət edirlər. Bəs yaxşı, Saadət müəllim, bu qaydanı qoyarkən hansı cümlələrdən istifadə etmək lazımdır? Qaydanı qoyarkən onu başa salmaq lazımdır. Elə tutaq ki, hamıya hörmətlə yanaşın deyirik, bunu başa salmırıqsa, onun üçün o elə-belə aydın olmur ki, müəllim burada məndən nə istəyir. Məsələn, hamıya hörmətlə yanaşın, bunu açıqlamaq lazımdır. Sakit işləyin, başqalarının rahat işləməsi üçün şərait yaradın. Məsələn, koridora çıxırsan, icazə alıb çıxırsan, o bir siniflərə mane olmamalısan. Tutaq ki, uşaq icazə alıb çıxır. Gedir o bir sinifdən başqa bir uşağı çağırır, başlayır onu söhbət eləməyə. Yəni, bunları əvəzdən deyirsən ki, icazə alıb çıxmaq üçün bir saat, 2 dəqiqə vaxt verir. Tutaq ki, git, gəl və heç bir sinifə mane olma, heç bir dərsə mane olma. Sonra qaçmaq əvəzinə sakitcə yeriyin. Sakitcə yeriyin, məsələn. Yəni belə qaydalar da deyir, uşağa deyir deyəndə gərək onu başa salmaq lazımdır. Şagird elə bilməsin. Əmr cümləsi kimi deməlidir də, qaçmaq. Olmaz, demək olmaz. Getməlidir. Qaçmaq olmaz. Yüksək səslə danışmaq olmaz. Belə sözlərlə. Bunun əvəzinə deyə bilər ki, biz məktəbdə ancaq yeriyirik. Bəli. Gözlənti nədir, Günəş müəllim? Nə müəllimə? Gözlənti. Şagirdlərdən gözləntilərimiz yüksək olmalıdır. Deyir, elə gözləntilər var ki, məsələn, müsbət yüksək gözlənti və yaxud da mənfi aşağı gözlənti. Deyir, gözlənti, inanıram ki, deyir, məsələn, müsbət gözləntidə bu sənin nailiyyətlərinə inanıram. Sən çox yaxşı, savadlı bir insansan. Yaxşı nailiyyətlər əldə edəcəksən. Bu müsbət gözlənti. Məsələn, mənfi gözlənti də var ki, deyirsən ki, indiki uşaqlar heç sözə baxmırlar filan bəs məkan. Sonra gözləntilərin də mahiyyətini açıq şəkildə şagirdə izah etmək lazımdır. Məsələn, ona gözləntilərin səbəbin da demək lazımdır. Məsələn, elə gözlənti var ki, deyir, onu belə üstü örtülü deyirsən, şagird elə bilir ki, ona məsləhət verirsən. Da bir məsləhət xarakterlidir. Bəli. Adi şagirdə izah etmək lazımdır. Aydınlaşdırmaq lazımdır. Hamıya hörmət edin. Bu gözləntini deyən zamanı Saadət müəllim necə izah eləməlidir müəllim? Müəllim gözləntini açıqlamalıdır uşaqlara. Deməlidir ki, məsələn, nəzakətli sözlərdən istifadə edin. Hamıya hörmətlə yanaşın. Təkcə bir müəllimə yox, o yoldaşlarınıza da, başqasının uşaqlarına da, böyüklərə də, çöldə, evdə, hər yerdə hamıya hörmətlə yanaşın. Təkcə bir müəllim üçün deyil. Hamıya üçündür. Günəş müəllim, buyur, nəsə demək istədiniz? Yox, elə mənim onu deyəcəm. Məsələn, deyir ki, hamıya hörmətlə yanaş. Bunun açıqlamasını vermək lazımdır ki, sakit işləyin, yoldaşlarınıza mane olmayan. Yəni, onların oxuması üçün, yazması üçün şərait yaradın da yoldaşlarınıza. Söz deyil, əlinizi qaldırın, növbənizi gözləyin, başqasının söhbətini kəsməyin, sözünü kəsməyin. Bəs məsuliyyətli olun gözləntisini necə açıqlayarıq? Məsuliyyətli olun, yəni dərsdə vaxtında gəlmək lazımdır. Sinifə girərkən bütün materialları yerində olmasına əmin olun. Sonra verilən bütün tapşırıqları vaxtında yerinə yetirin.
Bəli. Yəni hər bir işlem əsaslı. Və təhlükəsizliyə riayət edin. Elə bu da məsuliyyətli olmaq deməkdir. Burada necə? Hə, burada sinifdə və dəhlizdə yeriyin, yəni yürümək olmaz, qaçmaq olmaz, əl-üz ayağınıza nəzarət eləyin. Hər hansı bir hadisə baş verdikdə, nə bilim, konflikt olursa dərhal müəlliminizə yaxınlaşdırıb onlara məlumat verin. Ay sağ ol, Əhsən müəllim. Bugünkü dərsimiz müəllimlər Buzqıran strategiyasıdır. Buzqıran strategiyası şagird-şagird, müəllim-şagird münasibətlərini tənzimləmək üçün istifadə olunan effektiv strategiyadır. Bu strategiyanın əsas məqsədi nədir? Niyə Buzqıran strategiyasından istifadə edirik? Buzqıran strategiyası şagirdlərin bir-birini tanımasını təmin etməkdir. Bu strategiyalar vasitəsilə şagirdlər bir-birlərini tanıyırlar. Bu zaman şagirdlər özləri haqqında müxtəlif məlumatlar bölüşürlər. Şagirdlərlə birlikdə müəllim də bu fəaliyyətdə iştirakçı lazımdır. Çünki iştirak eləyir bu prosesdə. Tədqiqatlar göstərir ki, bir çox hallarda sinifdə yaranan konfliktlərin səbəbi şagirdlərin bir-birini yaxşı tanımamasıdır. Belə ki, psixoloqların fikrincə insan qarşısındakı şəxsi tanıdıqda, onunla ortaq xüsusiyyətləri gördükdə həmin insana qarşı bir empatiya hissi yaranır. Buzqıran strategiyaları daha çox akademik ilin əvvəlində tətbiq edilir. Lakin müxtəlif vaxtlarda ehtiyac duyulduqda da, ilin ortasında da, müəyyən vaxtlarda da istifadə edə bilərik Buzqıran strategiyasından. Bu Buzqıran strategiyalarından istifadə etməyin üstün cəhətləri vardır. Bir-biri ilə tanış olmağa kömək edir. Şagirdlər bir-biri ilə tanış olurlar. Bir-birinə inamları yaranır. Məlumatları sərbəst bölüşməni təmin edir. Məlumatları bir-birləri ilə bölüşürlər. Təhlükəsiz öyrənmə mühiti yaranır. Səmərəli öyrənməni təmin edir. Utancaqlığı aradan qaldırır. Gərginliyi aradan götürür. Kommunikasiyanı asanlaşdırır. Şagirdin aktiv iştirakını təmin edir. Buzqıranlardan həm canlı, həm də burada distant, onlayn dərslərdə istifadə etmək olar. Burada əsas məsələ uyğun Buzqıran strategiyası seçilməsidir. Bəzi buzqıranları həyata keçirmək üçün müəyyən resurslara ehtiyac ola bilər. Bu baxımdan seçdiyimiz buzqıran üçün lazım olan materialları əvvəlcədən hazırlamalıyıq. Həyata keçirmə prosedurunun planlaşdırmalıyıq. Əks halda dərs zamanı gərəksiz vaxt itkisinə yol verə bilərik. Bax, seçdiyimiz burada buzqıranlar olmalıdır ki, münasib buzqıranlar oldu, daha effektli olar. Məsələn, bunların gəlin misal göstərək. Sevdiyin aforizmi yaz. Şagirdlərə tapşırılır ki, hərə bir aforizm desin. Hamı bir-birinin yazdığını dinləyir və sonra hər şagird ən çox bəyəndiyi aforizmi seçərək ona qısaca fikir bildirir. 2-3 cümlə ilə həmin aforizmə öz fikrini bildirir. Sənin keçmişini, indini, gələcəyini təsvir edən 3 söz yaz. Şagirdlər kiçik kağız parçaları paylandı. Həmin kiçik kağızlarda özlərini təsvir edən 3 söz yazır və bir-biri ilə bölüşürlər. Sonra onları sinifdə müzakirə edirlər. 3-cü buzqıran sənə məxsus olan unikal xüsusiyyəti təsvir et. Şagirdlər öz xüsusiyyətləri ilə yazırlar, öz xüsusiyyətlərini paylaşırlar. Məsələn, özlərinin xüsusiyyəti nədir? Cəlddir, çevikdir, tənbəldir, zirəkdir, hazır cavabdır, səliqəlidir, gəzməyi xoşlayandır. Yəni, xüsusiyyətlərini neynirlər? Təsvir edirlər. Və sonra öz xüsusiyyətlərini də neynirlər? Bir-birləri ilə paylaşırlar. Özlərinə məxsus olan xüsusiyyətləri müzakirə edirlər. Sonra paylaşımlardan birini seç, ona cavab yaz. Postlardan, yəni dərsdən bir gün əvvəl şagirdlər müəllimin göstərişi ilə onlayn platformada istənilən bir postu paylaşırlar. Şagirdlər bir-birlərinə yazılarını görür, oxuyur
və növbəti gün dərs vaxtı ən çox bəyəndiyi paylaşmaya fikir bildirirlər. Absurd suallar. Absurd suallar nədir? Şagirdlər qruplara bölünür və onlara əgər sözü ilə başlayan absurd, mücərrəd, amma eyni zamanda düşündürücü suallar verilir. Məsələn, əgər hamının ideal yaddaşı olsaydı nə baş verərdi? Əgər insanlar maksimum 40 yaşa qədər yaşasaydı, həyat necə olardı? Əgər insanlar emosiyalarını biruzə verməyi bacarmasaydılar, bir-birimizə münasibətimiz necə olardı? Şagirdlər qruplarda verilən sual və ya sualları müzakirə edir və öz cavablarını təqdim edirlər. Strategiyanı həyata keçirmək üçün təqribən 10 dəqiqə vaxt tələb olunur. Gəldi TOR strategiyası. TOR strategiyası necə həyata keçirilir? Şagirdlər dairə boyu düzülürlər. Yumaq, sap deməli şagirdlərdən birinə verilir. Şagird yumağın ucunu barmağına 2-3 dəfə doluyur. Özü haqqında danışır. Adın deyir, soyadın deyir, ailə üzvlərini sayır. Nəyi xoşlayır, nəyi xoşlamır, hobbisini deyir. Digər şagirdlər diqqətlə qulaq asır ona. Özü ilə deməli müqayisə edir. Uyğunluq tapanda deyir ki, mənim 2 bacım var. Həsən deyir, hə, mənim də 2 bacım var. Və yaxud da o biri deyir ki, məsələn deyir ki, musiqini sevirəm. Hə, Leyla deyir, musiqini mən də sevirəm. Yəni oxşar cəhəti tapan kimi o biri şagirdlər də buna münasibətini bildirir. Həmin vaxtda uyğunluğu olduqda, tutaq ki deyir, Əli deyir ki, 2 bacım var, 1 qardaşım var, nənəm, babam bizdə yaşayır, musiqini sevirəm, riyaziyyatı çox sevirəm. Tutaq ki, bunları sadalayanda Əli deyir, Həsən deyir ki, hə, mənim də 2 qardaşım var, tutaq ki, 1 bacım var, uyğun olarsa, həmin vaxtı mən də deyərkən səslənir və birinci şagird onun 2 qardaşı olduğunu deyir, dairədə duran şagirdlərdən birinin də 2 qardaşı olduğundan mən də deyir. Bu zaman əlində yumaq olan şagird yumağı səslənən şagirdi ötürür. Əli yumağı ötürdü Həsənə. Lakin sap barmağından açmır. Elə əlinin barmağında qalır və orada o topu alır və barmağına doluyur və özü haqqında başlayır danışmağa. Nəticədə bu 2 şagirdlər bir-birinə sapla bağlı olur. Eyni qayda ilə yumaq bütün şagirdlərə bir-bir ötürülür, sapla bir-biri ilə bağlı olur. Və burada şagirdlər sap vasitəsilə bir-biri ilə bağlılıq yaranır. Sonra müəllim əvvəlcədən hazırlanmış şarı şagirdlərə göstərir. Şarın üzərində çoxlu sayda yapışqanlı kağızlar yapışdırılır. Hər kağızın üzərində şagirdləri narahat edən bir qorxu hissi yazılır. Məsələn, imtahandan kəsilmək qorxusu, qaranlıqdan qorxmaq, təklikdən qorxmaq. Müəllim bu şarın bizi narahat edən məsələlərin, qorxu hisslərimizin göstəricisi olduğunu izah edir və sonra onu dairənin mərkəzində yaranan torun üzərinə atır. Tor seyrək olan yerlərdə şarın yerə düşdüyünü, sıx olan yerlərdə isə şarın havada qaldığı müşahidə olunur. Bu zaman müəllim ortaq cəhətlərimizin həyatda rast gələcəyimiz çətinlikləri həll etməyimiz üçün bir olmağımızı təmin etdiyini göstərir. Yəni biz bir-birimizlə nə qədər çox bağlı olarıqsa, bir-birimizə dəstək olarıqsa, çətinlik qarşımıza çıxsa belə, biz həmin çətinliyi aradan qaldıra bilərik. Bu da şagirdlərin bir-birlərini davamlı olaraq daha yaxşı tanımaları üçün can atmağa stimul verir. Bu strategiya şagirdlərdə birlik haqqında daha dərin fəlsəfi fikrin yaranmasını təmin edir. Birlik nə üçün lazımdır?
birli olarıqsa bunun əhəmiyyəti nə olacaq? Strategiya şagirdlərin sayından asılı olaraq 20-25 dəqiqə vaxt tələb edə bilər. Bu baxımdan akademik ilin ilk dərs günündə tətbiq olunması məsləhət görünür. Lazım olan materiallar var burada. Yəni bizə nə lazımdır? Şar lazımdır, yumaq lazımdır, yapışqanlı kağız lazımdır, qələm lazımdır, qayçı lazımdır. Yəni bunlar lazımdır. Sosial şəbəkələrdə çoxlu sayda müxtəlif buzqıranlar var. Burada müəllim onlardan birini seçək və ya bir neçəsini birləşdirərək bir strategiya qura və öz strategiyası da müəllimin ola bilər. Təkcə hazır ola bilər, müəllim özü öz strategiya qura bilər, şagirdlərlə keçirə bilər. Bunları uyğun şəkildə onlayn və canlı dərslərdə istifadə edə bilər. Burada müəllim yalnız öz təsəvvürü ilə limitlidir. Lakin buzqıran strategiyası seçilən zamanı nəzərə alınacaq amillər vardır. Seçdiyimiz strategiya sinifimizə nə dərəcədə uyğundur? Yəni seçdiyimiz strategiya sinifə uyğun olmalıdır. Şagirdin sayı, bilik səviyyəsinə uyğun olmalıdır. Strategiyanın prosedurunu əvvəlcədən planlamaq lazımdır. Seçdiyimiz strategiya üçün sinifdə kifayət qədər yerin olması, lazım olan materialların əvvəlcədən hazırlanması, vaxtın nəzərə alınması. Bir də çeviklik strategiyası. Burada strategiyanın tətbiqi plana uyğun baş tutmaya bilər. Bu zaman müəllimin çevikliyi situasiyaya uyğun adaptasiya olunma bacarığı və ya əvvəlcədən bir B planının hazırlanması vacib aspektlərdəndir. Tutaq ki, sevdiyimiz aforizmimizi yazır. Tutaq ki, bu strategiyanı seçibdir. Şagirdlər aforizm heç biri bilir, biri bilmir, tutaq ki. Yəni burada gördü ki, bu uyğun gəlmir, başqa bir strategiya tətbiq edə bilər. Ona görə deyir ki, burada nə etməlidir? Müəllim çevik bir hərəkət etməlidir. Daha məsəl üçün bunu keçirtməyim, lazım deyil, buzqıran bunu deməməlidir. Bir B plan olmalıdır, yeni bir strategiyanı tətbiq eləməlidir. Və nə etməlidir? Bunun nəticəsində biz deyirik ki, buzqıran strategiyası şagirdlərin bir-birini tanıması üçündür. Buzqıran strategiyası nəticəsində şagirdlər bir-birini daha yaxşı tanıyır, daha yaxşı ünsiyyətdə olurlar, bir-birinə qarşı empatiya hissi olur. Ona görə də sinifdə konfliktlər də az olur. Şagirdlər bir-birlərini daha çox yaxşı tanısalar, bir-birinə nə cür yanaşmanı da biləcəklər. Buna görə də konfliktə az baş vermiş olacaq.